Birləşmiş Ştatlar prezidenti Barack Obama artıq 2 gündür ki, müsəlmanlara tərəf çıxır və qalmaqallı prezidentliyə namizəd Donald Trump'a bununla ismarıc göndərir. Dünən konqresdə, bugün isə universitetdə çıxışı zamanı. Amerika Birləşmiş Ştatları prezidenti Barack Obama müsəlmanların təhqir olunması ilə bağlı xəbərdarlıq edib. Nebraska ştatında çıxışı zamanı Obama dini seçim və ya irq mənsubiyyətinə görə insanlar arasında fərq qoymadığını bildirib və qeyd edib ki, bu cür yanaşma birmənalı şəkildə bütün siyasətçilər tərəfindən rədd edilməlidir. Siyasətçilərin müsəlmanları, o cümlədən tərəfimizdə döyüşən Amerikalı müsəlmanları təhqir etməsi, məscidlərin vandal hücumlarına məruz qalması bizi daha təhlükəsiz etmir. Amerikalıların əksəriyyəti terrorizmə qarşı mübarizədə bizimlə müttəfiqdir. Müsəlmanların təhqir olunması siyasəti bir ölkə kimi bizim kimliyimizi təhqir edir. Obamanın çıxışı prezidentliyə namizəd respublikaçı Donald Trump'a da sərt ismarıc olub. Trump bir müddət əvvəl müsəlman mühacirlərin üzünə Amerikanın qapılarını bağlamağa çağırmışdı.